Salam əziz dördüncülər, əziz balalar, A tapşırığını oxuyuram. Sizcə daş dövrü söz birləşməsində daş sözü nə üçün böyük hərflə yazılır? Biz yadınızdadırsa, mətni də oxuyanda daş dövrü sözünün böyük hərflə yazıldığını şahidi olduq. Həmin hissəni yada salıram. Rüstəm duruxdu. Ev? Nə ev? Bilirsən biz hara düşmüşük? Uzaq keçmişə, bəlkə də daş dövrünə. Bu böyük bir kəşfdir, sensasiyadır. İnanmırdın, gördün. Bu zamanın əsrləri mətnində götürülmüş bu epizodda daş dövrü böyük hərflə yazılıb. Görəsən niyə? Yəqin ki, cavablarınızda olacaq ki, daş dövründə insanların əmək alətləri daşdan idi və bu dövrü digər dövrlərdən fərqləndirmək üçün daş dövrü birlikdə olaraq daş sözü böyük hərflə yazılıb. İndi gəlin B tapşırığını yerinə yetirək. Uyğunluğu müəyyən edin. Üçbucaq yad planetli. Sağ tərəfdə verilən hansı ifadə ilə uyğundur? Əlbəttə ki, bu iki söz ümumi isim kimi işlənə bilər. Birinci B. Ağcabədi Məhəmməd. Bu hər iki söz xüsusi isimlərdir. Birləşdiririk və 2C qeyd edirik. Kitabın səhifəsi sərin hava. Bunların hər ikisi söz birləşməsidir. 3A, dördüncü isə Azərbaycan Respublikası Araz çayı. Bu iki ifadə də xüsusi ad bildirən söz birləşməsidir. 4C. Əziz balalar, yadınızda saxlayın. Yalnız sözlər deyil, söz birləşmələri də ayrı-ayrı varlıqların, fərdlərin adını ifadə edə bilər. Belə söz birləşmələrinə mürəkkəb ad deyilir. Necə ki, daş dövrü A tapşırığında və B tapşırığında Azərbaycan Respublikası, Araz çayı bu ifadələr mürəkkəb adlar idilər. Məsələn, Azərbaycan bu xüsusi isimdir. Azərbaycan Respublikası isə mürəkkəb addır. Bir çox şəxs, yer, təşkilat, bayram və sair adları mürəkkəb adlardır. Gəlin bu qayda ilə bağlı tapşırığı yerinə yetirək. C tapşırığı mürəkkəb adları müəyyənləşdirin. Mürəkkəb adları tapıb altından xətt çəkək. Bakı Xəzər dənizinin sahilində yerləşir. Bu cümlədə Xəzər dənizi mürəkkəb addır. Novruz bayramı xalqımızın milli bayramıdır. Novruz bayramı burada mürəkkəb addır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyə təşkilatıdır. Burada Azərbaycan Qızıl Aypara Cəmiyyəti mürəkkəb addır. Altından xətt çəkirik. Kəşfiyyatçılar Topxana meşəsinə nəzarət edirdilər. Bu cümlədə mürəkkəb ad Topxana meşəsidir. Bu birləşmənin altından xətt çəkirik. 5-ci cümlə Azərbaycanda hər il noyabrın 8-də Zəfər günü qeyd olunur. Zəfər günü burada mürəkkəb addır. Əziz balalar, elə bu tapşırıqda da yəqin fikir verdiniz ki, mürəkkəb adlarda bəzi sözlər böyük, bəziləri kiçik hərflə yazılır. Elə bizim C tapşırığımız bununla bağlıdır. Tapşırıqda deyilir, mürəkkəb adların yazılışı ilə bağlı bir neçə qayda var. Nümunələrdən çıxış edərək qaydaları tamamlayın. Biz nümunələrə baxıb qaydanı tamamlayıb və yadda saxlamalı və tapşırıq həllində bu qaydalardan istifadə etməliyik. Gədəbəy rayonu, Kürçayı, Böyük Qafqaz dağları, Azadlıq küçəsi. Qayda belədir. Çay, dağ, küçə, şəhər və s. yer adlarının sonuncu sözü gördüyümüz kimi kiçik hərflə yazılır. Cümləni, qaydanı tamamladıq. 20 yanvar Dünya Azərbaycanlılarının Həmrəylik günü.
Tarixi gün bildirən mürəkkəb adlardakı bütün sözlər gördüyümüz kimi böyük hərflə yazılır və bu qaydanı da yadda saxlayaq. Ramazan bayramı, Qurban bayramı, bayram adlarının son sözü kiçik hərflə yazılır. Rəşid Behbudov, Hacı Zeynalabdin Tağıyev. Şəxs bildirən mürəkkəb adlarda bütün sözlər böyük hərflə yazılır. İnanıram ki, bu qaydaları yadınızda saxlayacaq və yazıda bu qaydalara əməl edəcəksiniz. Və sonuncu dil tapşırığına keçək. Tapşırıqda deyilir, aşağıdakı nümunə əsasında özünüzə aid anket tərtib edin. Sizə nümunə olaraq bir anket verilib. Anketdə ad, soyad, məsələn, Gülay Sarvanlı, Gülayın yaşadığı ünvan qeyd olunub. Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 67. Oxuduq məktəbin adı qeyd olunub. Xətai rayonu 55 nömrəli tam orta məktəb. Məktəbin yerləşdiyi ünvan qeyd olunub. Xətai rayonu İzzət Orucov küçəsi 21. Əziz balalar, siz də bu anket nümunəsindən istifadə edərək öz anketinizi tərtib edin. Bu qədər uşaqlar. Sağ olun.